Hər kəsə salam qızlar, necəsiz, nə var, nə yox. Bugün sizə belə bir vlog çəkmək istədim. Bilirəm vloglarım çox az çıxır və siz də şikayət edirsiniz. Bugün əslində planlarım çox idi. Yuxu problemimi düzəltmək üçün səhər tezdən durub harasa getmək istəyirəm ki, ən azından yatmayım. Və bugün də o günlərdən biridir. Hazırlaşıram ki, gedim biraz hava alım, gəzim. Fikir verirəm ki, ilk paylaşdığım videolar hal-hazırdakı videolarımdan daha qəşəng yığıb. 1000 baxış falan istəyirəm mən əslində. İnşallah olar, abunəm də artsın, saylarım da artsın, sizlə bir yerdə böyüyək və böyük ailə olaq. Və qızlar, bunu da deyim ki, axırıncı paylaşdığım videoda Instagramda, YouTube'da yox, amma TikTok'da çox rəylər gəlib. Ay yalan danışırsan, orada kukuruz zavodu olmayıb, belə olmayıb. Amma o zavod deyilmiş həqiqətən də. O sex imiş, yəni kukuruz sexi. Bizim qonşularımız şəhərdə yaşayırdı və gəlmişdilər bizim kəndə ki, iş kursunlar. Nə iş kursunlar və kukuruz sexi açmışlar, kukuruz bişirirdilər. Qonşumuzda 2 mərtəbə ev var idi. Və o evin altında kukuruz bişirib satmağa başlamışdılar. Bu mənim xatirəmdə yəni çox qalıb, beynimdə çox qalıb. Düzdür, bəzi cümlələri, bəzi sözləri doğru, düzgün deyə bilmirəm. Məsələn, zavodla sexin hələ də necə deyim, ayrı bir şey olduğunu bilmirəm də. Mən elə bilirdim ki, eyni şeydir. Amma bunun bu qədər diqqət çarpmağını mən bilmirdim. Əslində bu hala biraz sevinirəm, çünki reklamın iyisi kötüsü olmaz arkadaşlar. Yəni ona görə də keyfimi pozmuram. Kim necə istəyir elə başa düşsün. Məni heç kim yolumla döndərə bilməz və mən inşallah böyük bir bloger olmaq arzusu ilə addımlarımı atıram və bu yolda məni həqiqətən də ürəkdən dəstəkləyən yoldaşım var. Yəni bundan sonra heç kimə aidiyyatı yoxdur ki, ay onu eləmə, ay bunu eləmə, ora getmə, bura getmə. Yəni mən buna heç kimə haqq qazandırmıram, mənim işimə qarışmağına. Buradan da ismarıcımı yollamış oldum. Və qızlar, makiyajımı eləyib, yollanacağım. Makiyajımı eləyib qutara bilsəm. Əslində mən tək çıxacaqdım evdən. Sonra yoldaşım dedi ki, gəl mən səni qoyum gedəcəyin yerə, tək getmə. Son zamanlar bilmirəm nədənsə bəyəfəndi məni çox qısqanır. Yəni səbəbini bilmirəm. Əvvəllər heç qarışmazdı, hara getdin, hardan gəldin, amma indisi son zamanlar hara gedirəmsə özü aparmağa çalışır. Və yeni paletimdən istifadə edirəm. Qızlar, çox sevdim mən bu paleti, amma düşünürəm ki, rəngi bu o qədər də qəşəng deyil. Ona görə gedib bunun başqa rəngində alacağım. Təbii ki, yoldaşımdan xəbərsiz. Əslində belə abartıram. Qətiyyən deməz ki, bunu alma, onu alma, o bahadır, bu ucuzdur, qəti deməz. Sadəcə özüm gülmək üçün deyirəm. Yəni sonra deməyin ki, ay bir dənə paleti belə qıymış. Qızlar, bilmirəm niyə son zamanlar qış istəyirəm qış gəlsin. İstəyirəm yay qutarsın artıq. Yoruldum bu istilərdən, mən çox yoruldum. Düzdür, yay gec gəldi, amma mən qış adamıyam da, neyniyim, ölürəm qış fəsli üçün. Bu arada ənliyim pigmentim çox qəşəngdir, amma mənə düşünürəm ki, çox da bilmirəm rəngim qaralıb deyədir, nəyədir, bəyənmirəm elədir rəngini. Amma belə pis deyil pigmenti falan. Belə mor rəngdədir. Və ən sevdiyim bronzerdir də bu qızlar, ən sevdiyim. Mən bunu Nərgiz Shop'dan əldə eləmişdim. Amma başqa Olivia'da, Rossmann'da falan görməmişəm bu markanı. Bu markanın ənliyini də, highlighter'ını da almaq düşünürəm, amma bilmirəm harda satılır. Gərək Real Beauty'də deyəm, məncə orada olar. Yenə də göz gəzdirəcəm və ən sevdiyim dodaq konturum. Konturdan məndə bəlkə də bir 70-80 dənə var da. Qiymətini də 50-60 qəpiyə alıram. Qızlar, son o paylaşdığım shorts videoda üzümün əyriliyini siz də gördünüz. Mənim üzüm niyə belədir? Bir tərəfim aya baxır, bir tərəfim çaya baxır. Ən çox da dodaqlarım, gözüm, qaşım, hamısı əyridir, hamısı. İnşallah ki, yaxın zamanda kosmetoloqa gedib dodağımı düzəltdirəcəm. Amma gözümü neyniyim? Gözümün birini aşağı necə gətirim, ya birini necə yuxarı gətirim bilmirəm. Hələ qaşımı düzəltdirmişəm. Yaxın zamanda qaşımı qəşəng aykacığımı alıb buradan çox sağ ol deyirəm ona. Bütün vloqlarıma baxır kəndisi. Dodağıma vurduğum bu məhsul isə düşünərsiniz ki, dodaq boyasıdır. Elə deyil, əslində göz üçündür. İndi isə keçirəm kipriklərimə. Bu tuşu çox sevdim. Burada telefonum infarkt vurdu və Top Face'in tuşu olduğunu da gördünüz. Deməyimə ehtiyacı yoxdur.
Bunu çox bəyəndim. Bu Aykanın idi. Sadəcə vurdum, xoşuma gəldi. Dedi, al olsun sənin. Mən də yox deyə bilmədim. Dedim, çox sağ ol canım, çox sağ ol. Uşaq vaxtı mənim kipriklərim çox uzun idi. Dəhşət uzun idi. Prosta eynək taxırdım. Səbr eləyin ki, eynəyə dəyirdi, ilişirdi də kipriyə və günlərin bir günü götürdüm. Uşaq ağlı ilə dedim, heç bu uzunluğunda kiprik olmaz. Kəsdim, tökdüm hamısını yerə. Və artıq kipriklərim o qədər də uzun deyil. Qısadır, amma qalındır. Qalınlığı yaxşıdır. Maşallah genetikamız o qədər şeydir ki, möhtəşəmdir ki, tükdən boluq. Və qızlar, kipriklərimlə qutardım, keçdi saçımıza. Qızlar, saç düzəltməyə o qədər nifrət edirəm ki, İstəyirəm tez bir zamanda saçım uzansın. İndiyə qədər saçım qısa olurdu deyə vecimə olmurdu da. Yuyurdum, tökürdüm yanıma fişo. Amma bu uzunluğunda heç nə eləyə bilmirəm. Nə hörə bilmirəm, nə bir şey eləyə bilmirəm. Ancaq toppuz eləyib gəzirəm. İstəyirəm ki, saçım tez bir zamanda uzansın artıq. Mən də rahat bir saç stili ortaya çıxardım. Yanıma töküb gedib. Qısalıqda olanda saçım çox pis şişir və saçımı necə deyim, yanıma tökə bilmirəm. Həm də ki, yay ayları olduğuna görə saçım onsuz günəşdən, dənizdən, basen suyundan zədə görüb yetərincə ki, saçıma fen vurmayım. Hər axşam hörüyüb yatıram ki, saçım əzilməsin, qırılmasın və tez uzansın. 3 ay bundan əvvəl kare kəsmişdim saçımı. Məncə 3 aya görə möhtəşəm uzanıb saçlarım, qəşəng uzanıb. Və mən saçıma onda deyim ki, tez-tez kraskalar qoyuram. Yaman günə qoyuram da saçımın başına oynatıram. Saçımın girmədiyi rəng yoxdur da, təsəvvür edə bilirsiniz. Mavisindən tutmuş rozosuna, korичnisi, sarısı. Və qızlar belə oldu və gördüm ki, saçım bərbad olub da, yəni çox pis olub. Deməli qızlar, yuxudan durdum. Mənə tələm-tələsik hazırlatdı. Dedi, tez bəzən, tez ol, tez. Mən oturmuşam, kofe içirəm. Bu özü hələ hazır deyil. Hamının yoldaşı belədir, yoxsa bir də məndədir, yazarsınız onda. Nəhayət ki, yoldaşım hazırlanıb qutara bildi və biz çıxdıq yola. Və qızlar, gedirəm inşaatçılara, buradakı mağazaları gəzirəm. Həmişə əcəmini gəzirdim. Dedim, bugün biraz fərqlilik olsun. Dedim, bugün olar. Gidirik Sinsəyə. Sinsəydən inanırsınız, mən düşünürdüm ki, bu filial daha ikədir, 2 mərtəbədir də. Burada daha çox şey tapacam. Amma heç nə tapa bilmədim və heç nə ala bilmədim. Bir çanta aldım səhv eləmirəmsə, indi göstərəcəm sizə onu da. Aldım. Yadımda deyil, amma mən çox şey almaq üçün gəlmişdim. Dedim, eşə gedəcəm, nə qədər şey alacam. Belə alacam. Amma Əcəmi filialında daha çoxlu seçim, hər şey var. Bir də ki, burada nəsə az şey alacaqdım, ştativ alacaqdım. Keçən dəfə görmüşdüm burada. Qəşəng, münasib qiymətə idi. Və onu tapa bilmədim. Burada isə qızlar, gülməli qiymətlər var idi burada. Buna baxın, 3 manata bu. Əslində bilmədim onun qiymətidir. Kəş soruşub alardım. İndi gördüm, bəyəndim. Kəşke alardım onu. Amma bilmədim də onu dəqiq o qiymətidir, yoxsa yox. Bəzən çünki elə olur ki, burada qiymətlər fərqli olur da. Götürürsən məhsulu, gedirsən kassaya, başqa qiymət. Bir də ki, qızlar, bu mağazada bilirsiniz nəyi bəyənmirəm? Bir-iki dəfə başıma gəlib. Məsələn, məhsulu alırsan, qutudadır, içini açmırsan da, deyirsən ki, onsuz ağzı bağlıdır da. Amma açırsan, içi boş. Yəni, bura bir dənə niyə ki, normal bir işçi götürmürsünüz, çoxlu işçi götürmürsünüz? Yəni, məqsəd nədir? Başa düşə bilmirəm də mən onu. Karacaya gəldim, bu kolleksiyanı gördüm, çox bəyəndim qızlar. Məndəki o ağ aldığım var idi Dekalivdən. Onu tamamlayandan sonra gəlib bu kolleksiyanı da alacağam. Çox bəyəndim. Stəkanları da dəhşət gözəl idi. Gəlib almaq istəyirəm. Amma sizcə qızılı gözəldir, yoxsa ağ gözəldir? Məncə mən ağını alım, hə? Çünki o biri kolleksiyamdan da uyğun olsun da süfrədə. Amma bu da qəşəngdir. Mənim boşqablarım da qızılı rəngdir. Bilmirəm indi. Sonra isə gəldim Oliviyeyə. Burada üzümə baxın. Qəfildən gülürəm, qəfildən dəyişir üzüm. Burada qəşəng endirimlər var idi. Saç boyası almaq üçün gəldim əslində. Dünən yox, sırağı gün gəlmişdim onsuz da Oliviyaya. Yetərincə alış-veriş eləmişdim. Kosmetik almağa gəlməmişdim. Saç boyaları almağa gəlmişdim. Burada saç boyaları qəşəng endirimdə idi, amma mənə lazım olan rənglər burada yox idi. Olsaydı çox yaxşı olardı. Amma təəssüf ki, yox idi. Bunları başa düşə bilmədim ki, bunlar saç lakıdır, yoxsa yox. Burada da bir qiymət soruşursan, gedirlər başqa qiymət deyirlər.
Satıcıdan da soruşursan ki, yəni işçilərdən də, bəs bunun qiyməti nədir? Gedir kassaya qaça-qaça 2-3 saata gəlir. Baş aça bilmirsən. Dəniz sezonu gedib. Amma qəşəng indirimlər var. Bundan məndə var qızlar, çox süperdir də. Əla bir şeydir bu. Və burada da Rosmandaydım qızlar. Burada da çox pis bir şeylə rast gəldim. Burada gördüyünüz kimi mağazada qız paketimi aldı. Onu demirəm, onu normal başa düşürəm. Saç şampunu almağa getmişdim. İsananın saç şampunundan. Və qızdan soruşdum ki, bunlar hansı tip saç üçündür də? Normal insan kimi soruşdum. Mən deyir, nə bilim, saç yumaq üçün. Yəni o qədər necə deyim, anormal danışırlar ki, həqiqətən də baş aça bilmirəm. Və qızlar, bugün yetərincə qalmaqallı gün oldu. Burada isə KFC-dəyəm. Qalxdım yuxarı ən sakit yerdə oturmağa. O qədər bir oğlan var idi orada, qıraqda da. Məndən əvvəl sifariş vermişdi o. Mən sifarişimi gözləyirdim ki, bəs alım, gedim yuxarı. Hamıya sataşırdı oğlan. Gözləməyin, gözləməyin. Onsuz da 1 saat hazırlayırlar. Bir də bura gəlməyəcəm, neynəməyəcəm. Başladı işçilərlə dava eləməyə. Doğrudan da işçilər biraz əslində zəif işləyirdilər. Asta işləyirdilər də. Amma oğlanın hərəkəti də gülməli gəldi mənə. Deyir, xanım gözləməyin, onsuz da gec verəcəklər. Bunlara sərf eləmir. Əsas bunlar deyir, pulu alırlar kassadan. Ondan sonra müştəri veclərinə olmur. Yəni bilmədim bunu nə məqsədlə dedi, niyə dedi, başa çata bilmədim. Və qızlar, onu da deyim ki, mən xaos sevən insan deyiləm də. Yəni əksinə istəyirəm ki, sakitlik olsun, heç kimlə işim olmasın. Mümkün qədər tək gəzməyi sevirəm, mümkün qədər hamıdan uzaq, tək qalmaq. Başımı salıb, yəni işimi görən birisiyəm də. Heç vecimə deyil ki, kimsə nə dedi. Əvvəllər bəzi insanlara reaksiya verirdim mən də, dava falan, amma həyatı boyu bundan sonra yəni elə insan olmaram da. Bilmirəm, yaş gedir, bilmirəm, dərk eləyirəm. Yəni sakitlik sevirəm. İstəyirəm ki, sakit həyatım olsun və heç kimlə də işim olmasın. İnşallah ki, elə də olar. Ayqa bacı mənə qulluq eləyir. Bacı. Və qızlar, ona görə də mənim ətrafımda, çevrəmdə yeni qızlar, yəni görməyəcəksiniz. Ola bilər, salam, sağ ol, ola bilər. Amma ailəmin içinə, evimin içinə heç vaxt kənar insanları mən qoymaram. Düzdür, padruqalarım falan var. Amma onlar hamısı mənim uşaqlıqdan tanıdığım insanlardır. Ailələrimizin bir-birini tanıdığı, nəsillərlə dost olduğumuz insanlardır ki, biz bugünkü günə qədər onu davam elətdiririk. Mən düşünürəm ki, keçmişdə nə dostluqlar olubsa, elə onlarda qalacaq. Yəni indiki zamanın dostluğuna inanmıram. Nəysə qızlar, bu söhbəti bağlayaq. Keçək indi isə belə bir mağaza tapmışam. Burada o qədər münasib qiymətədir ki, məhsullar. 2 dənə kofe aldım sınamaq üçün və dadına baxıb sizinlə fikrimi bölüşəcəm Instagramda. Buna görə də məni Instagramdan izləməyi unutmayın. Burada belə fərqli konfet tapdım, almaq istədim, amma sonra dedim, alacam, qalacaq orada da heç kim yeməyəcək. Və bunu o qədər sevirəm ki, mən bu xurmalı şokoladı çox sevirəm, dəhşət sevirəm. Daha sonra belə göz gəzdirirəm ki, maraqlı nə alım. Belə göz gəzdirdiyim yerdə bunu gördüm 2 manata. Təsəvvür edirsiniz, bir paket 2 manata. Bunu aldım. Qızlar, dadını sınadım. O qədər gözəl dadlı, şirniyyatlı ki, əsl çayla içiləsi, fındıqlısını götürürüm mən. Buradan çox şey var, dəhşət çox şey var mağazada. Bir dəfə gələcəm buradan, təmizlik vasitələri də alacağım. Sadəcə evə tək gedirdim deyə almadım, daşımağa görə alamadım. Yəni ərindim sözün düzü. İranın məhsullarını çox adam tərifləyir. Əslində mən də sınamışam. Sınadığım şeylər qəşəngdir. Baxın, məsələn, belə çərəzliklər alıb qonaq gedəndə aparmaq üçün əla seçimdir. Düz alıb sınamamışam bunlardan, amma mütləq bir dəfə bunlardan da alıb sınayacağam. Görək dadı necədir. Elə sizlə bir yerdə gedərik bura.
Hər şey o qədər münasib qiymətədir ki, çox bəyəndim mən buranı. Ümumiyyətlə alış-verişə gəldikdə mənim ən sevdiyim ərazilərdən biri Əcəmidir, biri isə inşaatçılar. Bu əraziləri o qədər sevirəm ki, o qədər qəşəngdir ki, hər cürə mağaza, hər şeydə var. Münasib qiymətə məncə heç yerdə heç nə tapmaq olmaz. Düzdür, bəlkə də Əhmədli falan tərəflərdə olar. Amma mən heç vaxt o ərazidə yaşamamışam. Mən elə ancaq Cəmi, inşaatçılar bu ərazilərdə yaşadığıma görə buraları tanıyıram. İnşaatçılar vəbşə superdir. Yasamal tərəfi, elmlər tərəfi falan əladır. Əcəmini əslində yoldaşım bəyənmir çox da yaşamaq üçün. Biz ev alanda mən Əcəmidən istəyirdim. Düz metronun yanında. Düzdür, indi də Əcəmiyə yaxınıq. Amma Əcəmi tərəfi yoldaşım bəyənmədi. Gəlin qızlar, baxaq görək nələr almışam. Bunları İran mağazasında aldım. Bunu yolda biraz yemək istədim, niyə bilmədim. Belə bir şirniyyat aldım. Belə bir şirniyyat aldım. 2 tane belə fərqli kofe aldım. Sonra Sensei'dən belə çanta aldım. İndirimdəydi. Sonra heç bu topikdir. Bunu Avivadan aldım. İndi koyacağım saçıma. Rossmanndan da belə şampun almışam. Bu da adaptörüm falan da. Kızlar, utanmadan sizə göstərirəm. Evi bu halda qoyub çıxmışdım otağı. İndi buranı səliqəyə salım. Kızlar, canlaşdım. Sizinlə bir yerdə belə makaron bişirdim. Belə saçımın kraskasını gözləyirəm ki, tutsun, gedim yuyum başımı. Bu vəziyyətdəyəm, bomboş vidindəyəm. Hər yerim kraskadır. Hər yerim. Kızlar, saçımı yudum. Bilmirəm nə vəziyyətdədir. Qurudaq, baxaq görək necə olub rəngi. Kızlar, saçımı qurutdum, amma tam quruda bilmədim. Sabahları gün işığında da sizin üçün çəkib paylaşsam, o belə qəşəngdir, xoşuma gəldi. Qızartıları ölüb nisbətən. Qəşəng oldu. Və gedirəm vlogu montaj edib yatmağa. Bura qədər izlədinizsə, çox sağ olun.